Asan Xidmət müasir texnoloji avadanlıqlarla təchiz edilmiş iri həcmli xüsusi avtobuslarla səyyar formada regionlarda əhaliyə xidmətlər göstərməyə davam edir. Asan Xidmətin səyyar qrupu növbəti dəfə Lənkəran şəhərinə gəlib, xidmətin səyyar qrupundan martın 18-nə kimi Biləsuvar, Cəllabad, Astara, Lerik və Yardımlı rayon sakinləri yararlana bilər. Masallı rayonunda fəaliyyət göstərən Asan Xidmət Mərkəzinin səyyar qrupu artıq 4 gündür ki, Lənkəranda sakinlərə xidmət göstərir. Lənkəranla yanaşı ətraf 6 rayonun sakinləri bundan sonra hələ 26 gündə səyyar Asan Xidmətdən yararlana bilərlər. Xidmətimiz şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumi vətəndaş pasportlarının dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti haqlarının dövlət qeydiyyatı, əmək pensiyalarının təyin edilməsi, daşınmaz əmlakla bağlı əməliyyatlardır. Qrup rəhbəri Ülvi Əsənzadə əlavə etdi ki, daha çox vətəndaşlar notariat fəaliyyəti, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidmətlərindən istifadə etmək üçün müraciət edirlər. Biz də vətəndaşlara yaxınlaşıb təklif olunan xidmətdən nə dərəcədə razı qaldıqlarını soruşduq. Şəxsiyyət vəsiqəni dəyişdirmək üçün yaxınlaşdım. Çox gözəl, operativ, bəyənirik, çox yaxşıdır xidmətləri. Sosial təminat işinə görə gəlmişdik. Çox razıyıq, çox rahat, çox qəşəng. Bizi belə rahat yola saldılar. Qeyd edək ki, Asan Xidmətin səyyar qrupu rayonda olduqları 4 gün ərzində 500-dən çox vətəndaşın müraciətini cavablandırıblar. Aygün Əliyeva, Şahin Mirzəyev, Lənkəran. Xeyirli olsun.